beynin üzərini örtən meningen dediyimiz dəri təbəqələri ilə də direkt olaraq əlaqəlidir. Və siz əgər burada zədələyirsinizsə, burada yaranmış tromb gedib beynin içərilərindəki bir damarları tuta bilər. Nəticədə qan axını pozulur. Məsələn, normalda damarda qan axırsa, siz orada bir tromb, yəni yumru bir şey damarın içində təsəvvür eləyin. O artıq damarda qan axınını pozmağa başlayır. Nəticədə o damarın əhatə elədiyi nahiyənin qan dövranı pozulur və bu beyində həmin nahiyəyə qanın çatmaması nəticəsində beyindəki bölgənin qanlanmamasına görə orada insult, yəni infarkt bölgəsinin yaranmasına gətirib çıxara bilər. Amma bununla bitmir. Təbii ki, tromb əmələ gəlirsə, qan axını pozulursa, həmin ətrafa, toxumanın ətrafına qan sızmağa başlayır. Qan yığılır daha doğrusu. Və bu yığılma təbii ki, beynin müxtəlif hissələrinə təzyiq göstərərək o hissənin fəaliyyətini pozur. Həmçinin də bu nahiyədə güclü qan axını olduğuna